Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizi 2.6 qarşıdan hərəkətin üstünlüyü nişanı ilə tanış edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 2.6 nişanı qarşıdan gələrək yolun dar sahəsinə yaxınlaşmaqda olan və ya dar sahədə olan nəqliyyat vasitələrinə maneə yaranacağı təqdirdə yolun daralmış sahəsinə girməyi qadağan edir. 2.6 nişanı qarşılıqlı keçmənin çətinləşdiyi və ya mümkün olmadığı dar yol sahələrində həmin yerin 2.7 nişanı qoyulan tərəfinin əks tərəfində quraşdırılır. Bu nişan qarşılıqlı hərəkət olan süni qurğularda, yəni tunellərdə, körpülərdə, estakadalarda və başqa yerlərdə hərəkət hissəsinin eni 6 metrdən az olduqda, dar sahənin hər yeri və əks tərəfi aydın göründükdə quraşdırılmalıdır. Dar sahənin hər yeri və əks tərəfi aydın görünmədikdə həmin yerdə ya qarşılıqlı hərəkət qadağan edilməli, ya da hərəkət növbəlliyi svetoforla və ya nizamlayıcı tərəfindən tənzimlənməlidir. Dar sahədə eniş və ya yoxuş olduqda 2.6 nişanı enişə doğru hərəkət olan tərəfdə qoyulmalıdır. Yəni yoxuşa doğru hərəkət edən nəqliyyat vasitələrinə üstünlük verilməlidir. Qarşısında 2.6 nişanı qoyulmuş sürücü qarşıdan yolun dar sahəsinə yaxınlaşan və ya yolun dar sahəsində hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməlidir. Buna zərurət olduqda dayanmaqla yol verməlidir və həmin sahə boşaldıqdan sonra qarşıdan gələn başqa nəqliyyat vasitələrinə maneə olmayacağı təqdirdə dar sahəyə daxil olmalıdır. 2.6 nişanı dar sahənin bilavasitə qarşısında, habelə qabaqcadan 1.18.1, 1.18.2, 1.18.3 yolun daralması xəbərdarlıq nişanı və 7.1.1 lövhəci ilə birlikdə quraşdırılmalıdır. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Hörmətli sürücülər, bazar günləri parklanma tamamilə ödənişsizdir. Həftənin digər günlərində isə axşam saat 10-dan səhər saat 7-yə qədər parklanma üçün ödəniş tələb olunmur. Sadəcə həmin müddətlərdə məntəqələrin doluluq vəziyyətinin düzgün görməsi üçün vaxt açmağınız tövsiyə olunur. Bu bizim işimizi rahatlaşdırmaq üçündür. Məsələn, siz bazar günü harasa gedib həmin park yerində vaxt açmasanız, mən də eyni əraziyə gəldikdə məntəqələrin boş olduğunu görürəm, amma yer tapmaya bilərəm. Yəni bir-birimizə belə vaxt açmaqla kömək etmiş olarıq.